Rusiya və Ukraynaya gedənlərin nəzərinə buna görə xəbərdarlıq edildi. 20 il həbs düşür. Report xəbər verir ki, Baş Prokurorluq xəbərdarlıq yayıb. Təəssüflə qeyd edirik ki, bu döyüşlər nəticəsində həlak olan, ağır yaralanan, habelə əsir düşən vətəndaşlarımız var. Baş Prokurorluq xatırladıb ki, xarici dövlətlərin ərazisindəki silahlı münaqişələrdə iştirak eləmək sadəcə fərdi seçim deyil, milli cinayət qanunvericiliyi və beynəlxalq konvensiyaların tələblərinə görə ağır, bəzi hallarda isə xüsusilə ağır cinayətdir. Bu əməllərə görə müəyyən müddətə 8 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Artıq bu növ fəaliyyətlərlə məşğul olan bir neçə vətəndaşımız barəsində Azərbaycan Respublikasının aidiyyatı hüquq mühafizə orqanları tərəfindən cinayət işləri başlanılıb və bəzi işlər üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.